Baxıram 92-ci suala. Deyir alfa ikinci rubumuza və kosinus alfa -5 olduğunu bilərək kotangens 3 pi bölü 2 alfa. Birinci bu hissəyə baxaq. Kotangens 3 pi bölü 2 alfa ad dəyişir olur tan 2 alfa. Demək tan 2 alfa özü mənfi. Və kosinus alfa -5 deməkdir. Buradan tan 2 alfanın düsturuna əsasən yazsaq 2 tan alfa bölünsün 1 çıx tan kvadratı alfaya. O da bərabərdir. Deməli, indi üçbucaq qaydasına görə bura alfa olsun. 1, 5, kosinus alfa 5 1'dirsə, onda burada kök hattı 24 olur. Və bizə nə lazımdır? Tan alfa lazımdır. Onda üçbucaq qaydasına görə tan alfa bərabərdir kök 24'də və ikinci rub olduğu üçün bucaqda onda mənfi kök 24 olacaq. Və buradan da mənfi tan alfanın yerinə 2 vurulsun. Mənfi kök 24, yəni mənfi 2 kök 6 bölünsün 1 çıx kök 24'ün kvadratı. Bu deyir, sürətdə eləyir 4 kök 6, məxrəcdə də mənfi 23. Yəni, B variantı. Keçirəm 94-cü suala. 94'ə baxıram. 94'də də sinus kvadratı pi böl 13, üstəgəl sinus kvadratı 11 pi böl 26 ifadəsinin qiymətini hesablayın deyir. Burada dərəcənin aşağı salınma üstünə istifadə edəsən. 1 çıxılsın kosinus 2 pi böl 13 böl 2. Üstə gəlsin 1 çıx kosinus 2'ye vursaq bunu. 11 pi böl 13 böl 2. Məxrəclər eyni olduğuna görə eyni sürətdə yazsam. 1 ilə 1'i toplayanda 2 çıxılsın kosinus 2 pi böl 13. Üstə gəlsin kosinus 11 pi böl 13. Bu şəkildə aldıq. O da bərabərdir. 2 çıxılsın. Məxrəclər 2 var. Burada deməli yazıram kosinus 2 pi böl 13. Üstə gəl. Kosinus 11 pi böl 13 yazıram. Kosinus pi çıxılsın 2 pi böl 13 kimi. 2 pi böl 13 kimi. Buradan da deməli bərabər olur. Bərabər olur. 2'də 2 çıxılsın. Kosinus 2 pi böl 13. Pi'dən çıxanda dəyişmir. İkinci rub olduğuna görə mənfi olacaq. Kosinus 2 pi böl 13. Bunlar da islah olunur. Qalır 1. 94-cü sualda da oldu 1. Baxıram 96-cı sual. 96-cı sualı yazıram. Bərabərdir. Deməli, 1 üstə gəlsin sinus alfa. Çıxılsın, 2 vurulsun. Bu hissənin dərəcəni aşağı salma düzünə istifadə etsək 1 plus kosinus. Bunu 2'ye vursam olur pi bölü 2 çıx alfa. Bölünsün 2. 2'lər getdi. Qalır 1 plus sinus alfa. Çıxılsın 1. Çıxılsın kosinus pi bölü 2 çıx alfa. Buradan birlər islah olundu. Sinus alfa çıxılsın. Kosinus pi bölü 2 çıx alfa da sinus alfanı verir. Sinus alfadan sinus alfanı çıxanda olur 0. Yəni B variantı. 97-ci suala baxıram. Deməli, 97-ci sualda da nə verir bizə? Bizə deyir ki, 97'də kökün altında bərabər yazıram. Kökün altında 6 kosinus 25 vurulsun. Kosinus 65'in yerinə sinus 25 bölünsün. Kosinus 40'in yerinə sinus 50 yazıram. Üstə gəl 1 kök 3 sıx 1 bərabər. Buradan da deməli kökün altında burada 6'nı 2 vur 3 kimi yazsaq, 2 vur 3 kimi yazsaq, onda olur 3. 2 kosinus 15 sinus 15 bizə verir sinus 50'ni. Bölünsün sinus 50. Üstə gəlsin 1 kök 3 sıx 1. Deməli bunlar gedir, qalır kök 3 sıx 1 kök 3 plus 1. Onu da vurub açanda olur 2. Baxıram 98-ci suala. 98'ə. Deməli, burada da tan arc tan 3'ə, arc tan 3'ə bir alfa deyirəm. Onda tangens alfa bərabər olur 3'ə. Arc tan 3'ə alfa demişəmsə, onda olur tan 2 alfa. Tan 2 alfanın da düsturu 2 tan alfa bölünsün 1 çıx tan kvadratı alfaya. O da bərabərdir. 2 tan alfanın yerinə 2 vur 3 bölünsün 1 çıx 3'ün kvadratı. Olur 6 böl mənfi 8, yəni mənfi 4'də 3'ə. C variantı. Baxıram 100-cü suala. Deyir ifadənin qiymətini tap. Burada nə edirəm? Bərabərdir. 1 üstə gəlsin. Kod kvadratı pi böl 8. Bunu dərəcənin salınma üstünə istifadə eləsəm. Deməli, olacaq ki 1 üstə gəlsin. 1 plus kosinus 2'ye vursaq bunu pi böl 4. Bölünsün 1 çıx kosinus pi böl 4. Vurulsun. 1 üstə gəlsin. Sürətdə bunu da dərəcəni salsaq. 1 üstə gəl. Kosinus pi böl 4, 3 pi böl 4, 1 çıx kosinus 3 pi böl 4. Bu şəkildə. O da bərabərdir.
1 üstə gəlsin. Kosinus pi bölü 4-də kök 2 bölü 2 bölünsün 1 minus kök 2 bölü 2 vurulsun 1 üstə gəlsin. Deməli 1 3 pi bölü 4-də də mənfi kök 2 bölü 2 üstü məxrəci 10 olur 1 plus kök 2 bölü 2. Bunu da sadələşdirib vurub bölsək olacaq deməli 8. Baxıram 102-ci, 101, eyni də 102, deməli 103, 103-ə baxıram. 103-də də kosinus 2 pi bölü 7 vurulsun kosinus 4 pi bölü 7 vurulsun kosinus 8 pi bölü 7-dir. Deməli, bura nə əlavə eləyirəm? Bura əlavə eləyirəm sürət məxrəcinə 2, hansı şəklində demişik ki, 2 kosinus, deməli, kosinusdur deyə sinus əlavə edirəm. 2 sinus, 2 pi bölü 7 əlavə edirəm. Burada 2 sinus, 2 pi bölü 7. Deməli, sürət məxrəcinə. Məxrəcdə olur 2 sinus, 2 pi bölü 7. Sürətdə olacaq. Bunu vuranda, deməli, 2 sinus 2 pi bölü 7, kosinus 2 pi bölü 7 bizə verir sinus 4 pi bölü 7-ni. Vurulsun kosinus 4 pi bölü 7, vurulsun kosinus 8 pi bölü 7. Təzən sürət məxrəcini bir dəfə də 2-yə vursaq, 2-yə vursam, onda bu hissə bizə verir sinus 8 pi bölü 7, qaldı kosinus 8 pi bölü 7. Məxrəcdə oldu 4 sinus 2 pi bölü 7. Bir dəfə də 2-yə vursaq, yenidən olacaq məxrəcdə 8 sinus 2 pi bölü 7, sürətdə də sinus 16 pi bölü 7. Və bunu da yazarıq ki, deməli sinus 16 pi bölü 7-ni yazaram ki, sinus 2 pi üstə gəlsin 2 pi bölü 7 kimi. Burada da 8 sinus 2 pi bölü 7. Elə bunlar bərabərdir bir-birinə. Çünki sinus 2 pi üstə gəlib 2 pi bölü 7 ilə 2 pi bölü 7-dir. Sinus 2 pi bölü 7-dir, qalır 8-də 1. Deməli, baxıram 104-cü suala. 104-də. 104-də ortaq vurulma mərtəzə xaricdən çıxardıram. Sinus 5x vurulsun kosinus 5x-i çıxardıram. Qalır sinus kvadratı 5x çıxılsın kosinus kvadratı 5x-a. Bərabər. Deməli, bu hissəni 2-yə vurub 2-yə bölsəm, yəni olur 2-də 2 sinus 5x vur kosinus 5x. Mərtəzənin içərisindən də mənfini çıxarsam qarşıya olur kosinus kvadratı 5x çıx sinus kvadratı 5x-a. O da bərabərdir. Oldu 2-də, bu hissə bizə verir, mənfi sinus 10x-a vurulsun. Bu hissə də bizə verir kosinus 10x-a. Təzədən sürət məxrəcini 2-yə vuraram bir dəfədə. Olur mənfi qarşıda 4-də sinus 20x. Bizə nə deyir? Deyir ki, bunun ən kiçik müsbət dövrünü tapın. Biz də bilirik ki, sinusda dərəcəsi tək olanda 2 pi böl modula ilə hesablanırdı. O da 2 pi böl A-nın yerində 20 durur. Olacaq pi böl 10. Yəni D variantı. Deməli, baxıram 106-cı suala. 106-cı sualda bərabərdə yazaq. Deməli, 2 kotan geciki alfanı açıram. 2 vurulsun kotan geciki alfanın yerinə kotan geciki kvadratı alfa çıx 1 bölünsün 2 kot alfa. Bölünsün. Kot alfa çıxılsın. Kotan geciki alfanın yerinə kot kvadratı alfa çıx 1 böl 2 kot alfaya. Buradan 2-lər gedir. Sürətdə qalır kot alfada. Kot kvadratı alfa çıx 1. Məxrəci də ortaq məxrəcə gətirib yazsaq. Olur 2 kot alfada. Kot kvadratı alfa plus 1. Buradan kot alfalar gedir. Deməli, məxrəcdə qalır kot kvadratı alfa plus 1. Sürətdə də kot kvadratı alfa minus 1. Bir də vurulsun 2. O şəkildə. Bu hissədə bizə verir deməli nəyə? Bu hissə bizə verir kosinus 2 alfanı. Bu hazır şəkildə kosinus 2 alfanın açılışıdır. Onda qarşıda da 2 var deyə olur 2 kosinus 2 alfa. Sonra 108, 107-yə baxıram. 107-də. Biraz fərqli sualda. 107-də. Bərabərdir. Deməli, sürəti açaram. Sürəti hələ ki qalsın sürət olduğu kimi 4 sinus 8 alfa kimi qalsın, bölünsün. Məxrəci müxtəsərə görə açsaq, kosinus kvadratı 2 alfa çıx sinus kvadratı 2 alfa vurulsun, kosinus kvadratı 2 alfa plus sinus kvadratı 2 alfa kimi. Bərabərdir. Deməli, 4 vurulsun, sürətdə açsaq, sinus 8 alfanı yazıram. 2 sinus 4 alfa vur kosinus 4 alfa. Bölünsün. Bu hissə 1-ə gedir. Bu hissə də bizə verir kosinus 4 alfa. Kosinus 4 alfa gedir. Olur 8 sinus 4 alfa. Yəni D variantı. 108-ə baxıram.
Deməli, 108 də burada dərəcə 4-dür. Əslində bu da elə 107 ilə eyni sualdır deyə yazmıram. Baxıram 108-dən sonra. 109 da dərəcə bayaqki sual tiplərindəndir. 110-a baxıram. 110-da kotanges alfanı verib sinus 2 alfanı soruşur. Sinus 2 alfanın düsturu 2 sinus alfa vur kosinus alfadır. Deməli, kotanges alfada üçbucaq qaydasına görə deməli, bitişiyin qarşıdakını aldım. Onda burada kökəlli olur. Onda sinus alfamız olacaq qarşıdakının hipotenuzu, yəni 1-in kökəlliyə nisbəti. Vurulsun kosinus alfamız da bitişiyin hipotenuzu, yəni 7-nin kökəlliyə nisbəti. Bu deyir 50-də 14, yəni %28 B variantı. 110-cu sualdır. Keçirəm 111-ci suala. 111-ci sualda m-i tapsam, m bərabərdir. Ortaq məxrəcə gətirsəm, sinus alfada 1 çıxılsın sinus kvadratı alfa. Bu da bizə verir sinus alfada kosinus kvadratı alfanı. Sonra m bərabərdir kosinus alfada ortaq məxrəcə gətirin 1 çıx kosinus kvadratı alfa. Bu da eləyir sinus kvadratı alfa bölünsün kosinus alfa. Alt-alta vursam, m-in bərabərdir. Kosinus kvadratı alfa bölünsün sinus alfa. Vurulsun sinus kvadratı alfa böl kosinus alfa. İxtisarlar gelir, qalır sinus alfa vur kosinus alfa. Hər tərəfində 2-yə vursam, 2m bərabərdir 2 kosinus alfa vur sinus alfa. Buradan da 2m bərabər olur sinus 2 alfaya. Bizdən də deyildi sinus 2 alfanı m-lə ifadə edin. Olacaq D variantı. Deməli, yazıram 113-cü sualı. Nə verib? Sinus 5 alfa, kosinus 5 alfa nəsətən 20-ni soruşur. Yazıram. Sinus 5 alfa vur kosinus 5 alfanı 2 vurulsun. Sürət məxrəci 2-yə vururam birinci. Bölünsün 2 vurulsun. Mörtəzən isə 1 yazıram. Kosinus kvadratı 5 alfa plus sinus kvadratı 5 alfa kimi. Çıxılsın 2 kosinus kvadratı 5 alfa. Bərabərdir mənficə. Sürət bizə verir sinus 10 alfanı. Bölünsün. Məxrəcdə 2 vurulsun. Deməli, bunlar gedir, qalır sinus kvadratı 5 alfa, çıxılsın kosinus kvadratı 5 alfa. Bərabərdir mənficə. Bunu da mənfini çıxarsam qarşıya sinus 10 alfa bölünsün mənfi 2. Kosinus kvadratı 5 alfa çıx, sinus kvadratı 5 alfa verir. O da kosinus 10 alfa verir bizə. Bərabərdir mənficə. Burada mənfiləri atıram. Deməli, hər tərəfini 2-yə vursam, tan 10 alfa bərabər olur 6-ya. Tan 10 alfanı aldıq 6. Bizə nə soruşur? Bizə deyir ki, tan 20 alfanı tapın. Tan 20 alfanı da bu şəkildə yazar. Tan 20 alfa bərabərdir 2 tan 10 alfa bölünsün 1 çıxılsın tan kvadratı 10 alfa kimi. Buradan da 2 vurulsun 6 bölünsün 1 çıx 6-nın kvadratı. Olacaq 12 bölünsün mənfi 35. Yəni A variantı. 114'e baxıram. 114'də arc kosinus 5'də bərabərdir alfa. Buradan kosinus alfanı tapsam, olur 1 bölünsün kök 5'ə. Kosinus 2 alfa çıx tan alfandır. Kosinus 2 alfa çıx tan alfa. O da bərabərdir. Kosinus 2 alfanın yerinə yazıram ki, kosinus kvadratı alfa çıx sinus kvadratı alfaya. Çıxılsın tan alfa. Tan alfa. O da bərabərdir. Üçbucaq qaydasına əsasən alfa, deməli, bura 1, bura kök 5'dirsə, onda bura 2 olur. Deməli, kosinus alfanın kvadratı ilə 1 böl kök 5'in kvadratı çıxılsın sinus alfa. Sinus alfa da 2 böl kök 5'dir. 2 böl kök 5'in kvadratı çıxılsın tan alfa da 2'dir. Yəni, qarşıdakının bitişi 2'nin bir nisbəti 2 olur. Buradan da 1 böl 5 çıxılsın 4 böl 5 çıxılsın 2. Bu deyir mənfi 2.6. 114'də. Deməli, keçirəm. 115'ə baxırım. 115'də. 115'də də burada nə edirik? Burada da arc tan 2'də 1'ə 1 alfa desəm. Onda tan alfa bərabər olur 2'də 1'ə. Tan alfa 2'də 1'dir. Buradan onda bura alfa demişəmsə, onda olur tan 4 alfa. Tan 4 alfa. Bu da nə deməkdir? 2 tan 2 alfa bölünsün 1 çıx tan kvadratı 2 alfa. İndi mənə nə lazımdır? Tan 2 alfanı tapmaq. Tan 2 alfanı tapıram. Tan 2 alfa özü nəyə bərabərdir? 2 tan alfa bölünsün 1 çıx tan kvadratı alfa. Buradan da tan alfanın qiymətini bilirik. 2'də 1'dir. Yerinə yazıram. 1 çıx 2'də 1'in kvadratı 4'də 1. O da olur 3'də 4. Deməli, oldu 3'də 4. Gətirib tan 2 alfanın yerinə 3'də 4 yazıram. 2 vur 3'də 4 bölünsün 1 çıx 3'də 4'ün kvadratı, yəni 9'da 16. Bunu da deməli hesablasa olacaq mənfi 24 bölü 7.
Baxıram 116-cı suala. %116-da. Deməli, deyir ki, sinus 2 alfa çıxı kosinus 2 alfa ifadəsinin qiymətini tapın 16-cı sualda. Burada nə edirəm? Sinus 2 alfa çıxılsın kosinus 2 alfaya bir dənə x desək. Və kvadratı yüksəldirəm hər tərəfini. Kvadratı yüksəldəndə olur sinus kvadratı 2 alfa. Üstə gəlsin kosinus kvadratı 2 alfa. Çıxılsın 2 vurulsun sinus 2 alfa vur kosinus 2 alfa. Bərabərdir x-in kvadratına. Bu isə bizə 1'i verir. Deməli 1 çıxılsın. Bu hissədə sinus 4 alfa verir. Sinus 4 alfa bərabərdir x kvadratına. 1 çıxılsın. Sinus 4 alfanın yerinə yazıram 4'də 3 bərabərdir x-in kvadratına. X kvadrat bərabərdir 4'də 1'ə. X də bərabərdir müsbət mənfi 2'də 1'ə. Bizə də ifadənin kiçik qiymətini tapın. Mənfi 2'də 1'ə götürəcək. Yəni x oldu mənfi 2'də 1. 17-ci sualda yine də keçirəm 18-ci suala. Deməli 18-də. 18-də nə deyir? İfadənin qiymətini tapın deyir. Yenidən yazıram bərabərdir. 4 sinus alfa. Deməli 4 sinus kvadratı alfa çıxılsın. Kosinus kvadratı kosinus 2 alfa yenə yazıram. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Üstə gəl 2.5 bərabərdir. Bunu çıxanda eləyir 5 sinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa. Kosinus kvadratı alfa yerinə də 1 çıx sinus kvadratı alfa yazıram. Yəni sinusa gətirirəm. Çünki verilənlərdə sinusun qiyməti verilir. Oradan da olur ki 6 sinus kvadratı alfa üstə gəl 1/5. Sinus kvadratı alfanın yerinə də yazıram 6 vurulsun. Buradan sinus kvadratı alfanı tapsaq olur 5/12. Üstə gəl 1/5. Bu 2/5-in isə 1/5 yəni də olacaq 4. Bu da belə. Baxıram 119-cu suala. 119-cu sualda da deməli 1 çıx kosinus 42 bölünsün. Bərabər yazıram. 1 çıx kosinus 42 qalsın yerində. Sinus kvadratı 21 dərəcənin aşağı salmaq üçün istifadə eləsə, yazaram 1 çıx kosinus 42 bölünsün 2 şəklində. Buradan da olacaq cavab 2. 121-ə baxıram. 120-yə 1-də. 120 bayaqçı sual tiplərindən yazmıram. 121-ə baxıram. Kök 2 vurulsun. Bu sürət bizə kosinus alfa minus betanın düsturdur. Yəni daha doğrusu sinus. Sinus alfa minus betan, yəni 57 çıx 27-nin hazır düsturdur. Bölünsün. Məxrəzdə kosinus 2 alfanı verir. Kosinus 2 alfanın düsturu. Kosinus yəni 2'yə vuranda pi böl 8 olur. Kosinus pi böl 4. Kosinus pi böl 4 kök 2 böl 2'dir. Kök 2 vurulsun. Sinus 30 dərəcədə 2'lər verdi. Bu da eləyəcək 1. Sonra baxıram 123-cü suala. 123-cü sualda da, deməli 123-cü sualda. Burada 6-cı dərəcə var. Bunu bir dəfə hazır şəklində yazaq. Yəni bir dəfə deyəcəm, buna suallar çoxdur. Davamın bu tip suallara izah verməyəcəm. Burada kosinusda 6 üstə gəl sinusda 6-nı bərabərdir yazıram. Kubla əsasən, yəni bunu yazıram. Kosinus kvadratı alfanın kubu plus sinus kvadratı alfanın kubu kimi parçalayacağım. Kub kimi. Bərabərdir. Kosinus kvadratı alfa plus sinus kvadratı alfa vurulsun. Kosinus üstə 4 alfa plus sinus üstə 4 alfa çıxılsın. Sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Üstə gəlinsin 4'də 3 sinus kvadratı 2 alfa. Üstə gəl 1 bərabər. Buradan da bu isə 1 verir. İndi bu hissəyə baxın. Burada mürtəzəyin içərisindəki bu hissəni yenə kvadrat əsasən yazıram. Yazıram kosinus kvadratı alfa plus sinus kvadratı alfanın bağlı kvadratı, yəni köməkçi düsturunu yazıram. Çıxılsın 2 sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Çıxılsın bir dənə də sinus kvadratı alfa vur kosinus kvadratı alfa var. Üstə gəlsin 4'də 3. Sinus kvadratı 2 alfanın düsturda 4 sinus kvadratı alfa vur kosinus kvadratı alfa plus 1. Burada 4'lər gedir. Deməli nə oldu? Bu isə yenə bizə 1'i verir. 1 çıxılsın. 2 sinus kvadratı alfa ilə sinus kvadratı alfa kosinus kvadratı alfa bizə 3 sinus kvadratı alfa kosinus kvadratı alfa. Üstə gəlsin 3 sinus kvadratı alfa kosinus kvadratı alfa. Üstə gəl 1. Bunlar islah olunur. Olur 2. Deməli 123-cü sual. Baxıram 124-cü suala. 124 də fərqli sualdır. Deməli 124-də də ortaq məxrəcə gətirək. Sinus bərabər yazmıram çünki tənlikdir. Sinus 4x vur kosinus 4x-də. Olur kosinus 12x vur kosinus 4x. Üstə gəl sinus 12x vur sinus 4x. Bərabərdir 3'ə. Buradan da sürət bizə verir kosinus 8x, yəni alfa minus betanın düsturudur. Vurulsun
Sinus 4x vur kosinus 4x bərabər 3-ə. Sürət məxrəcini 2-yə vursam, 2-yə vursam. Demək, sürət oldu 2 kosinus 8x, məxrəc olur sinus 8x bərabər 3-ə. Bu kosinus 8x bölü sinus 8x bizə verir 2, kotangens 8x bərabərdir 3, yəni 2 sürətdə var idi yazdıq. Burada da kotangens 8x bərabərdir 1/5-ə. 125-ci sualı yazıram. Deməli, bunu açıq şəkildə yazıram. Bərabərdir. Tan 2x yəni sin 2x bölünsün cos 2x. Üstə gəlir, kot 2x yəni cos 2x bölü sinus 2x yazıram. Ortaq məxrəcə gətirsəm. Kosinus 2x vur sinus 2x-dan. Sürət olacaq sinus kvadrat 2x plus kosinus kvadrat 2x. O da bizə 1-i verəcək. Sürət məxrəcində 2-yə vursam, 2-yə vursam. Sürətdə olacaq 2, məxrəcdə olacaq sinus 4x. Sinus 4x demək, bu şəkildə olanda belə yaza bilərik. Sonra, o da bərabər 2 bölünsün, sinus 4x-in qiyməti var 3/1, o da olacaq 6. Keçirəm 126-cı sualı. Baxıram 126-cı sualı. 126-cı sualda da bərabər yazaq. Deməli, burada nə edərik? Burada 1 sıx kosinus 2 alfa, 1-i yerinə yazıram kosinus kvadrat alfa plus sinus kvadrat alfa. Çıxılsın. Kosinus 2 alfa yerine de kosinus kvadrat alfa çıx sinus kvadrat alfa yazıram. Amma qarşıda mənfi olduğuna görə kosinus kvadrat alfa plus sinus kvadrat alfa olur. 1 sıx kot kvadratı üstü 4'ün yerine 1 sıx kot kvadratı alfa vurulsun 1 plus kot kvadratı alfa. Bölünsün 1 sıx kot kvadratı alfa. Bunlar gedir. Deməli, burada da kosinus kvadratlar gedir. Olur 2 sinus kvadratı alfa vurulsun. Qaldı 1 plus kot kvadratı alfa. Bu hissədə bizə 1 bölü sinus kvadrat alfanı verir deyər. Vurulsun 1 bölü sinus kvadrat alfa. Bunlar da gedir olur 2. Deməli, 128-ci suala baxıram. 128-ci sualda. 128-ə nə edərəm? Yenə açıq şəkildə yazacağım. Sinus 75 bölü kosinus 75. Üstə gəlsin. Kosinus 75 bölü sinus 75 şəklində. O da bərabərdir. Deməli, ortaq məxrəcə gətirəndə kosinus 75 vur sinus 75. Sürət yenə bizə 1-i verəcək. Çünki sinus kvadrat 75 plus kosinus kvadrat 75. Təzədən sürət məxrəcini 2-yə vuraram. Sürətdə 2, məxrəcdə də sinus 150. Sinus 150-də 2/1 deyə olacaq 4. Baxıram 130-a. Deməli, 130-da nə edərik? 130-da sinus 30-a yenə 2/1 kimi düşünək. Kosinus 60-da yenə 2/1 kimi düşünək. Onda ortaq məxrəc olacaq 2/1 vurulsun sinus 5 vurulsun kosinus 5. Onda birincinin kosinus 5'ə vurmalı olacağım. Çıxılsın. İkincinin də sinus 5'ə vurmalı olacağım. Sürət bizə verir 2/1 sinus 5 vur kosinus 5. Sürət bizə verir kosinus alfa plus beta, yəni kosinus 80. Bu sürət məxrəcini 2-yə vuraram, 2-yə vuraram. Yəni 2/1 qalsın yerində, 2/1 qalsın. Amma 2 sinus 5, kosinus 5 bizə sinus 10'a verir. Sürətdə də 2 kosinus 80. Kosinus 80 ilə sinus 10 bir-birinə bərabər deyə gedir. O cavab olur 4. 130. Deməli, 131-ci suala baxıram. 2 kök 3 vurulsun. Burada deməli, kosinus kvadratı 735 bərabərdir. Kosinus kvadratı 735'i 720 üstə gələ 15 kimi fikirləşsək. Burada da mənfisinin müsbətinə baxmırıq. Onsuz da kvadratlıq. Elə kosinus kvadratı 15'e 720 360 misillərdir. Yəni bu 4 pi üstə gələ 15 deyə ad dəyişmir. Elə bunun yerinə yaza bilərəm ki, kosinus kvadratı 15 sıx 1. Bu şəkildə. Yəni 724 pi 4 pi üstə 15 gələndə pilərdə 2 pinin pi misillərində ad dəyişmir. Bu şəkildə. Aha, bura qədər yazdıq. İndi buradan dərəcənin aşağı salınma düsturundan istifadə eləsəm, 2 vurulsun kosinus kvadratı 15'i yazaram. 1 plus kosinus 30 böl 2 çıx 1 kimi. 2'lər gedər, 1'lər islah olunacaq. Olacaq 2 kök 3 vurulsun kosinus 30. Kosinus 30 ilə kök 3 böl 2'dir. 2'lər yenə gedir, olur 3. Baxıram 132-ci suala. Deməli, 132-də tan alfa verib bizə 4/3. Sürətə baxıram. Sürəti açıram. Kos kvadratı alfa plus sinus kvadratı alfa. Üstə gəlsin 2/1 vurulsun. Sinus
2 vur sinus alfa vur kosinus alfa. Buradan 2'lər getdi. Məxrəcdə kub əsasını açsam, kosinus alfa çıx sinus alfa. Kos kvadrat alfa, üstə gəl sinus kvadrat alfa. Üstə gəlsin sinus alfa vur kosinus alfa. Bu hissəylə sürət ixtisar edir. Qalır 1 bölünsün kosinus alfa çıx sinus alfa. Burada da deməli, nə edərik? Düzbucaqlı üçbucaq qaydasına görə alfa. Tan alfa 4'də 3, onda bura 4'dür. Qarşıdakı bitişiyə. Onda burada 5'dir. Yazıram. 1 bölünsün. Kosinus alfanın yerinə yazıram. Kosinus alfa bitişiyin hipotenusa 4'ün 5'ədir. Çıxılsın. Sinus alfa da qarşıdakı hipotenusa. Onda elə bu 5'də 1, o da deyəcək 5. 133, 134, 135, 136 en tipli suallarda 134'ü yazıram. 134. Deməli 134'də nədir? Sinus 2 alfanı verir və bunu yazmamızı istəyir. Tan kvadratı alfanın, deməli dərəcə salınma düsturundan istifadə etsək 3 vurulsun. Tan kvadratı alfanın dərəcəsi necə salırdı aşağı? 1 çıxılsın. Kosinus 2 alfa idi. Yəni kosinus 2 alfa. Bu isə 2'yə vursaq 3 pi bölü 2 çıx 2 alfa. Bölünsün. 1 plus kosinus 2 alfa. Yəni 3 pi bölü 2 plus daha doğrusu deməli çıx 2 alfa. Bu şəkildə. Buradan da bilirik ki 3 vurulsun. 1 çıx. 3 pi bölü 2 çıx 2 alfa düşür 3-cü rübə. 3-cü rübdə kosinus mənfi dediyi olacaq müsbət. A da dəyişir sinus 2 alfa. Bölünsün. Məxrəcdə də tərs olacaq. 1 çıx sinus 2 alfa. Buradan da 3 vurulsun. 1 plus sinus 2 alfa yerinə mənfi 5'də 1. Bir də bölünsün 1 üstə gəl 5'də 1. Bu da eləyir deməli. 3 vurulsun sürətdə. 3 vur altda 4. Altda bu deyəcək 2. 138'in suala gəldim. Bu da yenə dərəcəsi 6 olan suallardır. Baxaq buna da. 138'e. Burada da yenə demək kosinus 4 alfanı verir. Bu hissəni yenə kvadratın kubu kimi açsam. Sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Sinus üstə 4 alfa plus kosinus üstə 4 alfa. Plus kosinus üstə 4 alfa çıxılsın sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Bərabərdir 8'də deməli. Bərabərdir 4'də 3'ə. 4'də 3'ə. Aha. İndi burada da təzədən neyini? Bu isə bizə 1'i verir. 1'i verir deyə yazırım. Sinus 4 alfa plus kosinus 4 alfa təzədən sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kvadratı kimi açsam çıx. Yazmalıyam 2 sinus kvadratı alfa vur kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Köməkçi düstürəsən yazıq. Bərabərdir 4'də 3'ə. Bu isə yenə 1'i verir. 1 çıxılsın 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa bərabərdir 4'də 3'ə. Buradan da sinus kvadratı alfa vur kosinus kvadratı alfanı tapsam olur deməli 4'də 3 olur. Bir saniyə. Buradan olacaq ki sinus kvadratı alfa vur kosinus kvadratı alfanı tapsaq olur 12'də 1 daha doğrusu. 12'də 1. Bizə sinus deməli bunu hər tərəfini 4'ə vursam yenə də 4'ə vursam. Bu isə bizə verir sinus kvadratı 2 alfanı bərabərdir 3'də 1'ə. Bizdə sinus kvadratı 2 alfa var. Deməli, nə istəyir bizdən? Kosinus 4 alfanı istəyir. Kosinus 4 alfanı da yazıram belə. 6 vurulsun. Kosinus 4 alfanı yenə yazıram. Kosinus kvadratı 2 alfa çıx. Sinus kvadratı 2 alfa. O da bərabərdir. 6 vurulsun. Kosinus kvadratı 2 alfanı da yenə təzədən 1 çıxılsın. Sinus kvadratı 2 alfa. Çıxılsın sinus kvadratı. Yuxarını silək. Deməli, buradan saxlayayım. Bərabərdir. 6 vurulsun. Kosinus kvadratı 2 alfanı yerinə 1 çıx sinus kvadratı 2 alfa çıxılsın sinus kvadratı 2 alfa. O da bərabərdir 6 vurulsun 1 çıx 2 sinus kvadratı alfa. O da bərabərdir 6 vurulsun 1 çıxılsın 2 vur sinus kvadratı alfa yerinə 3'də 1 tapmışıq. O da 6 vur 3'də 1 bərabərdir 2. Baxıram 140-cı suala. 140-cı sualda da sürəti parçalayıram. Deməli 2 sinus alfa çıxılsın 2 sinus alfa vur kosinus alfa. Bölünsün. 2 sinus alfa üstə gəlinsin. 2 sinus alfa vur kosinus alfa. Sürətdən 2 sinus alfanı çıxarsam olur 1 çıx kosinus alfa. Məxrəcdən də 2 sinus alfanı çıxarsam 1 plus kosinus alfa. Bunlar gedir. Deməli qalır 1 çıx kosinus alfa bölünsün 1 plus kosinus alfa. Bu da bizə nəyə verir? Tan kvadratı alfa bölü 2'ni verir. Tan kvadratı alfa bölü 2'ni. Deməli tan kvadratı alfa bölü 2. İndi bizdə də üçbucaq qaydasına əsasən kos alfa bölü 2 5'də 1'dir. Bura alfa bölü 2 olsun. Bura 1, bura 5'dir. Onda burada kök 24 olur. Yəni kök 24 yazaq. Bu hissəyə də olacaq kök 24. Onda tan alfa bölü 2 nəyə bərabər? Tan alfa bölü 2 də
Kök 24'ə bərabər olur. Yəni onda bunun da kvadratı, çünki üstə kvadratdır. Bu deyir 24. Bu şəkildə. Baxıram. Deməli, 141 də bayaq yazdığımız tiplərdən də 142-ci sualını yazıram. 142-ci sualı. Tan alfa vur tan beta. Tan alfa vur tan beta. Bunu necə yazıram? Hamısını parçalayıram bunun. Sin alfa böl kos alfa vurulsun sin beta böl kosinus beta. Üstə gəlinsin. Təzədən bunu sin alfa böl kos alfa, sin beta böl kos beta kimi yazıb ortaq məxrəcə gətirsən. Olur kos alfa vur kos betada, sin alfa vur kos beta, üstə gəlinsin kos alfa vur sin beta. Yəni sin alfa böl kos alfa, üstə gəlinsin sin beta böl kos betanı. Yəni bu mötərizənin hissi bu şəkildədir. Bunu da ortaq məxrəcə gətirəndə olur bu şəkildə. Vurulsun kotangez alfa plus beta. Kotangez alfa plus betanı da yazıram ki, vurulsun sin, daha doğrusu kos alfa plus beta bölünsün sin alfa plus beta. O da bərabər. Bu bizə verir elə kos alfa vur kos beta, sin alfa vur sin beta. Sin beta. Və buradan da deməli, sürət bizə verir nəyə? Üstə gəlinsin. Sürət bizə verir yenə kos alfa vur kos beta. Sürət bizə verir sinus alfa plus betanı. Vurulsun kosinus alfa plus beta. Sinus alfa plus beta. Buradan sinus alfa plus betalar məxrəcən sürətlə getdi. Deməli, məxrəclərə baxsaq eynidir. Kos alfa vur kos beta. Sürətdə oldu sin alfa vur sin beta. Üstə gəlsin, məxrəcdə də qaldı kosinus alfa plus beta. Bunu da açıq şəkildə yazsaq, kos alfa vur kos beta. Çıxılsın, sin alfa vur sin beta. Bu sin alfa vur sin betalar gedir, sürətdə qalır kos alfa vur kos beta. Bölünsün, məxrəcdə də kos alfa vur kos beta. Bunlar da ixtisar gedir, qalır 1. Baxıram 143-cü sual. 143-cü sualda da bərabər yazıram. Tan kvadratı 20-ni yazıram, sin kvadratı 20 bölünsün kos kvadratı 20 kimi. Üstə gəlsin, 2 vurulsun. Deməli, tan 20-ni yazıram, sinus 20 böl kosinus 20 kimi. Vurulsun. Tan 50-ni də yazıram ki, tan 50-nin yerinə elə kod 40 düşünək, kod 40. Kod 40-ı da yazıram, kosinus 40 böl sinus 40 kimi. Sinus 40 kimi. O da bərabər. Təzədən sinus kvadratı 20 bölünsün, kosinus kvadratı 20. Üstə gəlsin, 2 vurulsun. Kosinus 20 vurulsun, sinus 40-ın yerinə 2, sinus 20 vur kosinus 20 kimi düşünürəm. Sürətdə də sinus 20 vurulsun kosinus 40. Burada sinus 20-lər ixtisar gedir. Məxrəcdə nə qalır? Məxrəcdə qalır ki, deməli, burada da 2-lər gedir. Məxrəcdə qalır kosinus kvadratı 20, burada da kosinus kvadratı 20-dir. Deməli, onda ortaq məxrəc ilə kosinus kvadratı 20-də, sürətdə sinus kvadratı 20, üstə gəl kosinus 40. Bunu da biraz daha sadələşdirsək, sinus kvadratı 20, üstə gəl. Kosinus 40-ı yazıram, kosinus kvadratı 20 çıx, sinus kvadratı 20 kimi bölünsün, kosinus kvadratı 20. Sinus kvadratlar getdi, kosinus kvadratı 20 ilə kosinus kvadratı 20-yə bölünsün, cavab olacaq 1. 144-cü suala baxıram. Deməli, 144. 144-də də bunu sinus 20-də, burada hər ikisini eyniləşdirirəm, kök 3. Bu tip suallarda bucaqları eyniləşdirin birinci. Bölünsün kosinus 20. Sinus 70'i 90 minus 20 kimi yazsaq olur sinus 20. Ondan sonra ortaq məxrəcə gətiririk. Ortaq məxrəcə gətirəndə olur sinus 20 vur kosinus 20-də kök 3 kosinus 20 çıxılsın sinus 20. Bu şəkildə. Ondan sonra sürətə köməkçi bucaq daxil edirəm. Köməkçi bucaq daxil edəndə 2-ni çıxarsaq mötərizə xaricinə kök 3 bölü 2 sin kosinus 20 çıxılsın kök 3 böl daha doğrusu çıxılsın 2-dən 1 sinus 20. Bölünsün sinus 20 vurulsun kosinus 20. Köməkçi bucaq daxil edəndə deməli ən böyük qiymətini tapırsınız. Kök 3 20 kosinus 20 çıx sinus 20-nin də ən böyük qiyməti kök altında kök 3-ün kvadratı üstə gəlsin mənfi 1-in kvadratı olur 2. Deməli 2-dir. Ən böyük qiyməti 2 olandan sonra həmin 2-ni mötərizə xaricinə çıxarıb yəni belə desək ən böyük qiymətinə vurub bölürük. Yəni 2-yə vurub 2-yə bölürük sürəti. Bu da bizə verir 2 vurulsun. Kosinus kök 3 bölü 2-nin yerinə yazacağım. Deməli, sinus 60 vur kosinus 20. Çıxılsın kosinus 60 vur sinus 20.
Bölünsün məxrəcdə də sinus 20 vur kosinus 20-dir. Bunu da sürət məxrəcini 2-yə vuraq ki, bir dənə. Məxrəcdə sinus 2 alfanın düsturunu yaradaq. Bizə verəcək məxrəcdə sinus 40-ı. Demək, nə oldu? Yarandı bizdə nə? Bərabərdir. Məxrəcdə oldu sinus 40. Sürətdə oldu 2 vurulsun. 2 vurulsun. Bu isə sinus 60 çıxır, yəni sinus 40-ı verir. Sinus 40-dan da sinus 40 gedir, qalır 2. Burada elə bir dənə 2-yə vurmuşduq deyə. Burada 4 olacaq. 2-yə biri silindir deyəsən. 4. Sürətdə 1-2 var idi. Bir də 2-yə vurduq sürət məxrəcini. Olacaq 4. Baxıram 148-in sualı. 148-də də 148, 49, 50, 51 hamısı eyni tipli suallardan. Ona görə 148 yazacağım. Digərləri oxşarlarda siz yazarsınız. Deməli, yenə 6-cı dərəcə var. Yenə kvadratın kubu kimi atsaq. Kosinus kvadratı 2x plus sinus kvadratı 2x. Kosinus üstə 4 2x plus sinus üstə 4 2x. 4 2x. Çıxılsın kosinus kvadratı 2x vur sinus kvadratı 2x. Bərabərdir. Hələ ki, bu hissənin sol tərəfi tam sadələşdirək, ən axırda sağ tərəfə bərabər eləyərik. Bu isə 1 verir, gedir. Bu hissənin yenə köməkçi düstur əsasən kosinus kvadratı 2x plus sinus kvadratı 2x-in bağla kvadratı çıxılsın 2 sinus kvadratı 2x vur kosinus kvadratı 2x çıxılsın bir dənə də kosinus kvadratı 2x vur sinus kvadratı 2x var idi. Hissə yenə 1 verir. Nə oldu? Oldu 1 çıxılsın 3 sinus kvadratı 2x vur kosinus kvadratı 2x bu şəkildə. Bu isə. Bunu da sinus 2 alfaya gətirmək üçün demək, sinusda kvadrat ona 4-ə vurub 4-ə bölək. Olsun 4-də 3 vur 4. 4-ə vurub 4-ə böldüm. Sinus kvadratı 2x vurulsun kosinus kvadratı 2x. O da bərabərdir. 1 çıxılsın. Deməli, bu isə bizə verir, yazıram 4-də 3 vurulsun. Sinus kvadratı 4x. Sinus kvadratı 4x. Burada 2 vardı ya, ona görə 4x oldu. İndi bizə nə edir? Deyək ki, bu bərabər idi. 1 çıxılsın, 3 bölünsün k sinus kvadratı kx-a. Burada fikir verirsiniz, k-ların yerində nə durub? K-ların yerində 4 durub. Deməli, k bərabər olacaq 4. Deməli, 152 də bayaq yazılmış sualdan 153-dən 154-də baxıram. 154-də. 154-də yenə burada dərəcənin aşağı salma düzəni istifadə eləsən. 1 çıxılsın kosinus 2 alfa 2-yə vursan pi bölü 2 üstə gəl alfa. Bölünsün 1 plus kosinus pi bölü 2 üstə gəl alfa. O da bərabərdir. 1 çıxılsın kosinus pi bölü 2 üstə gəl alfa da ikinci başına gəl mənfi olur. Qarşıda mənfi var müsbət. Olur sinus alfa bölünsün 1 çıxılsın sinus alfa. Bu şəkildə. Buradan da sinus alfanın da qiymətini tapaq. Işıqzaq qaydasına əsasən deməli 4, 5, onda bura 3 olur. Birinci rübdə, onda sinus alfamız bərabərdir 3 bölü 5-ə. Gətirib sinus alfanın yerinə 5-də 3 yazsaq. 1 plus 5-də 3 bölünsün 1 minus 5-də 3. 1 minus 5-də 3. Bu da eləyir. Deməli 5-də 8, 5-də 8 vurulsun. 2-də 5, o da yiyəcək 4. Bu da 155-ci. 154-cü sual idi. 155 də bundan eyni tipli sualdır. Keçirəm. Deməli, 157-ci sualı, 156, 157 eyni tipli suallardır. Deyir üç bucağın, deməli, yazıram. A, B, C. Daxildə bir dənə BT tənböləni çəkilib, BT tənböləni. Və bizə deyir ki, bu tənbölən hər hansı bir üzərində qeyd olmuş K nöqtəsindən AB tərəfinə perpendikulyar KY və BC tərəfinə perpendikulyar KF çəkilib. KF perpendikulyar çəkilmişdir. Kosinus ABC mənfi 7 bölü 25-dirsə, bura alfa alfa deyək. KY 8-dirsə, BF-i tapın. Burada 1x deyirəm. Burada nə edirəm? Deməli, sinus alfa nəyə bərabərdir? 8-in BK-ya nisbət. Digər tərəfdən bu tərəf üçün yazıram. Sinus alfa nəyə bərabərdir? Qarşıdakının, yəni KF-in hipotenuza, yəni BK-ya nisbət. Burada hər ikisi sinus alfada bərabərləşdirsək, 8 böl BK bərabərdir KF böl BK-ya. Buradan nə alınır? KF bərabərdir 8-ə. Onsuz da biz demişdik ki, tənbölən çəkiləndə buradan da perpendikulyarlar çəkilirsə, bunların uzunluqları bir-birinə bərabər olurdu. Bunu biz əvvəlki dərslərimizdə demişdik. Bu da 8, yəni bu da bunun açıqlaması.
Oldu 8. Aha, indi 8 tapdıq. Bizə nə verib? Bizə kosinus bucaq ABC, yəni kosinus 2 alfanı verib -7/25. Demək, kosinus 2 alfa -7/25 veribsə, kosinus 2 alfanı mən açıq şəkildə yazsam. Yazsam ki, kosinus kvadratı alfa çıx sinus kvadratı alfa bərabərdir -7/25-ə. Və buradan da hər ikisini sinusla əvəz eləsəm, bu hissəni silirəm, hər ikisini sinusla əvəz eləsəm, deməli, kosinus kvadratı alfanı da yenə 1 çıx sinus kvadratı alfa qoysam olur. 1 çıx 2 sinus kvadratı alfa bərabərdir -7/25-ə. Sinus alfa necə tapırdıq? Sinus alfa qarşıdakının, yəni BK-nın 1 çıxılsın BK-ya da bir dənə Y deyə rahat əvəzləmə olsun. 1 çıxılsın 2 vurulsun. Sinus alfa nəyə bərabərdir? Y-in 8-ə nisbətinin kvadratı bərabərdir -7/25. 25. Buradan Y-i tapsaq, deməli, Y kvadratı bərabər olacaq 100-ə, Y də bərabər olacaq 10-a. Y 10-dursa, onda 3 bucağa görə X də olacaq 6. Bizdən elə BF soruşurdu, yəni 6.